Salam, mən Vüqar İmanov. Salamatı budur növbəti buraxışında hamı salamlayıram. Bugünkü mövzumuz cərrahlar haqqında olacaq. Diaqnoz müalicənin yarısı deməkdir. Düzgün diaqnoz üçün isə ultrasəs müayinəsi şərtdir. Qaqa, böyrəyi satmırsan. 15 min verim götürüm. Hakim başa bir müddət ət yeməkləri yeməyim. Əmdül, sənin pulun elə bir müddətli ət yeməklərinə çatır da. Hakim başa ödümü çıxartdırım. Əmdül, böyrəvi çıxartdırmısan, dalağımı kəsdirmisən, keçən ayda apensivit götürdün. Nədir, içi boşaldıb arın deyə vermək istəsən? İranda kim mənə dedi ki, sən içmək olmaz. Yer özü orada içəmir paxıllığından deyir. Hakim ürəyim necədir? 1600 manat ayda ipoteka verən adamda ürək qalar. Ver ürəyi. Namik, sənə dedim böyrək budur, ili 94-dür, yaxşı vəziyyətdədir. Mənə istəyən olsa bey hatsın. Buna baxın. Hakim ciyərimə nə olub ki? Nə ciyəri, sənin ciyərin yaxşıdır. Burada bu ciyərin dağılır. Fənərin oyuna baxın. Hakim, sidik kanalıma baxa bilərsiniz. Qaqa, mən bizim kanallara baxmıram. Qardaş, sizi təbrik edirəm. 3 aylıq hamiləsiz. Hakim, nə danışdın? Hamilə nədir? Ayda, üzrü sayı qardaş, gicdirək şu bu. 1000 dəfə demişəm, bu aparatı qurtalamayın da. Qardaş, içki sənsiz? Hə, içirəm. Nə olub ki? Rəşad, arağı litrindən götür. Bir nəfər də gəlir. Du getdik, hava içmək havasıdır. Qardaş, hələ ki bir problem görmürəm, amma tam müayinədən sonra hər şey bəlli olacaq. Cərrahiyyə əməliyyatı olduqca həssas və məsuliyyətli prosesdir. Əgər cərrahsınızsa, avadanlıqlarınızın steril olmağından əmin olmalısınız. Ala, bunu apar ver pişiyə, yazıqdır. Deməli, bunu kəsirik. Bunu da bura cağılır. Bunu cağılır. Nə oldu? Megabay qutardı? Xəstəni tiri tez olun. Ya Allah, başlayaq. Hakim, narkoz vermirsiniz? Tibbi sığortanın ödüvü kəsdir səni. Narkoz oldu qiyməti nə deyir? Aqa, narkoz verə bilmirik. Sən gələ bunu iç. Heç nə vecvi olmayacaq. Şorabanı da ver. Doktor, xəstəni itiririk, deyəsən. Naratomi privatindən almışam. Nə göz olsun, az mı? Saçı kəsdirmişsən, hə? Başlayaq. Doktor, narkoz vermədi yaxı. Az ehtiyac yoxdur. Ana telefonu, orada Aydın Xırdalanın peçat atvetlər. Onu qoy, qulaq asacaq, heç nə də istəyən deyil. Az oradan yanlış məftili ver. Məftil yoxdur, jık olsalar. Ver, tez ol. Tez ol, getdi, tez ol. Bura bax, bu Xəzangül xalanın balaca oğlunu tanımırsan. Adı da Rafiqdir. Mokku deyirlər. Onun atası durur. Doktor, xəstəni itiririk, deyəsən. Az xəstəni başımı bırax, mən 100 manat itirmişəm, deyəsən. Cimdə 400, 500 olmalı, 400 var. Az zacıqa kan ver, tez ol. Az, mənə yox, bunu yandır, bunu yandır. Dibindən. Doktor, xəstənin ürək döyüntüləri intensivləşib. Narahat olma, hər şey nəzarətim altındadır. Əməliyyatdan sonra xəstənin yaxınlarına məlumat verərkən həssas olmalısınız. Xəstənin yaxını kimdir? Mən, nəsə olur? Gəl bura. Gəl, get bunun bozundan al, gəl, tez ol, yarım yandı. Xəstənin yaxını kimdir? Mənəm. Deməli, xəstəni həyata qaytardıq. Amma tüpürələr belə həyata. Xəstənin vəziyyəti necədir? Yaşayacaq? Deməli, əməliyyatımız uğurla keçdi, şükür Allaha. Amma yəni artıq şeylər qaldı. Bunları da bilmirəm hardan çıxartdım. İndi bunu da verirəm sizə, indi özünüz bilərsiniz də. Möhkəm olun. Çox təəssüf ki, xəstəni həyata qaytara bildik. Amma dünyada bir dənə azala bilərdi. Xəstənin yaxını kimdir? Mənəm. Qardaş, ona deyə bilmirdiniz ki, bir qoltuğun altı dezorant vursun. İyidən öldü. Doktor, əməliyyat necə keçdi? Əməliyyat təəssüf ki, istədiyimiz kimi keçmədi. Yəni, əlimizə düşən imkanlardan yararlana bilmədik. İndi qarşıdakı əməliyyatlara hazırlaşacaq inşallah. Alabın vəziyyəti necədir? Bütün orqanları vızqırdı bir. Belə baha başa gələcək. Elə o pulu verincə, gedib ilk ödəniş verib, qəşəng təzə çelli baba götürmək olar. Mənim yumruq atmağına bax bilət. Əlimə düşəsən sən. Xəstəyə təcil qan lazım, tez. Hansı qrup? Həkim. Hamısı fərqi yoxdur, hamısı yeni şeydir olsun. Qırmızı olsun, bəs eləyir. Xəstənin yaxını kimdir? Mənəm, qardaşıyam.
Deyirəm də, rəhmətli ilə bir-birinizə çox oxşuyursunuz da. Mənə bax, belə vaşin adam deyilsə, hə, aparatdan ayrım elə paket eləyim getsin də. Hə? Siz də səhərdən buradasınız, əsr geçsin olunuz. Take away də. Həkim, əməliyyat necə keçdi? Yaşayacaq? Şükür Allah, əməliyyat uğurla keçdi, həyati riski yoxdur. Bugün də bu qədər dostlar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hansı mövzuya toxunmamı istəyirsinizsə, şərh bölümündə qeyd edin. Sağ olun, salamat qalın.